bax, bayram ərəfəsində atanla üz-üzə gəlsəydin, nə deyərdin ona? Bax, qəflətən rastlaşsaydın. Heç vaxt belə bir sual verməmişdim sənə və heç vaxt da indi ağlıma gəldi. Çünki mən sən atanı tanıyıram və heç sən dünyaya gəlməmişdin. Mən sən atanı tanıyırdım. Amma sən çox gözəl... Bax, insanlar var, evladlarından utanırlar. Mən düşünürəm ki, sən elə bir evlad deyilsən ki, sən tərbiyəli bir evladsan. Maşallah, bilirəm ki, bibilər də səni çox istəyir. Mən belə eşitmişəm, düz eşitmişəm, rəqsənə bibilərdən söhbət gedir. Vallahi, münasibətlərimiz olubdur. Amma atasını heç vaxt görməyib, də demiyorlar. Mən belə deyim də, mənim mamam, bir də papam, Fazil müəllim də, biz belə tanıyırız. Yox, o sənin mənəvi atandır, sənin bioloji atan da var. Bioloji atam, mənəvi çox dəstək olublar da mənə. Mən ailəmə həmişə Allahıma şükür eləmişəm. Bir şey yadımdadır ki, mamamın bunu yaşayanda mən kömək istədim. Amma heç kimi arzu etmərəm ki, bu həyatda mən yaşadığım o gün yaşasın. Çünki çox çətindir. İnanın, kimdənsə kömək istəyirsən, mən alışmamışam belə şey, alışmamışdım. Mən mamama görə hər şeyə hazır idim də o moment. Amma mən o dəstəyi görmədim, heç vaxt bağışlamayacağım. Heç vaxt. Çünki elə pis momentdə nə bilim, insan yanında olma, nə qədər də mənim mamamdan aralarında nəsə olsa da, baş versə də mən orada günahkar olmamışam. Mən yıqıb axtarmışam, soruşmuşam, uşaqlığımda da, böyüyəndə də, həyatı başa düşəndə də, amma... Möcüzələrə inanıram. Bilirsən niyə? Çünki bu il at ilidir və mən sənə əsasən də, çünki qız uşaqları atalarını çox istəyirlər. Nə qədər də səs ki, ana, amma qız uşaqları, necə ki, Rəqsanə, mən hələ də gözləyir, bilirəm. Amma heç görməmişəm. Rəqsanə, mən verilişimdə olanda, mən verilişimdən sonra Lalə xanım Azərtaşın verilişinə çıxanda məndən Rəqsanənin atasının nömrəsini istədi. Mən dedim ki, məndə yoxdur. Dayısına da zəng vurmuşdu. Mən verilmişdim şəxsi nömrəsini. Mən möcüzələrə inanıram və mən inanın, izləyirsən, sizin sözünüzü buyuram. İnanın, istəmirəm. Mənim yanımda ailəm var. Mən heç kimə möhtac deyiləm. Bugünkü günə Allahıma minnətdaram ki, mən özüm öz ayağımın üstündə durmaq istəyirəm. Mənə heç kimin heç nəyə lazım deyil bu həyatda. Allah onu da xoşbəxt eləsin, onun ailəsini də. Amma mən onu heç vaxt bağışlamayacağım. Heç vaxt. Bu yaşadığıma görə heç vaxt. Mən ki, onu yığıb axtardım. Mən ki, xahiş etdim. Mənə dedi ki, mənim köməkçimdir. Köməkçisi adından. Amma özü oradaydı, mən bunu bilirəm. O heç vaxt mənim yadımdan çıxmayacaq. Heç vaxt da bağışlamayacağım. Heç vaxt. Atam Fazil Əmraslan oldu.